Azərbaycan xanlıqlar dövrü. Parçalanmış gücün tarixi. Tarixdə elə dövrlər var ki, vahidlik yox, parçalanma hökm sürür. 18-ci əsrin sonlarında Azərbaycan məhz belə bir dövrdən keçirdi. Bu videoda xanlıqlar dövrünə müstəqil, lakin bir-biri ilə çarpışan kiçik dövlətlərin tarixinə səyahət edəcəyik. Səfəvilər imperiyasının süqutundan sonra Azərbaycan torpaqları siyasi boşluğa düşdü. Nadir Şah, Əfşarın güclü, amma qısa sürən hakimiyyəti bu boşluğu qismən doldursa da, onun ölümündən sonra bölgə yenidən xaosa qərq oldu. Məhz bu qarşıdılıq içində müxtəlif bölgələrdə yerli xanlar öz hakimiyyətlərini elan etdilər. Beləcə, xanlıqlar dövrü başladı. Onlardan bir neçəsi digərlərindən daha güclü və nüfuzlu idi. Quba xanlığı. Quba xanı Fətəli xan bu dövrdə ən güclü liderlərdən biri idi. O, müxtəlif xanlıqları birləşdirməyə çalışdı və Quba xanlığını güclü regional gücə çevirdi. Şəki xanlığı. Hacı Çələbi xan. Xalqın dəstəyi ilə müstəqillik qazanan nadir liderlərdən biri. Şəki xanlığı dağlıq ərazilərdə yerləşdiyindən müdafiə baxımından üstün idi. Qarabağ xanlığı. Pənahəli xan Qarabağda güclü xanlıq qurdu. 1750-ci illərdə Şuşa qalasının inşası ilə bu xanlıq hərbi və strateji baxımdan gücləndi. Gəncə xanlığı. Ticarət yolları üzərində yerləşən Gəncə də mühüm rol oynayırdı. Lakin Ruslar üçün ilk hədəflərdən biri də məhz bu xanlıq oldu. Bakı xanlığı. Xəzər dənizinə çıxışı olan Bakı xanlığı ticarət və neft resursları baxımından əhəmiyyətli idi. Xarici təzyiqlər və münaqişələr. Xanlıqlar arasında tez-tez toqquşmalar baş verirdi. Bəziləri birləşmək istəsə də, bəziləri müstəqilliyini qorumağa çalışırdı. İran və Osmanlı imperiyaları bölgəyə təsir göstərməyə çalışır, lakin bu dövrdə yüksələn güc Rusiya idi. Rusiya imperiyası Azərbaycan torpaqlarına girmək üçün fürsət axtarırdı. Rusiyanın irəliləyişi və xanlıqların sonu. 1804-cü ildə başlayan Rusiya-İran müharibələri nəticəsində xanlıqlar bir-bir ardınca işğal olundu. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənsay müqavilələri ilə Azərbaycan torpaqlarının böyük hissəsi Rusiyanın nəzarətinə keçdi. Xanlar ya öldürüldü, ya da Rusiya tərəfindən idarə olunan valilərə çevrildi. Beləliklə, xanlıqlar dövrü başa çatdı. Xanlıqlar dövrü Azərbaycan tarixində çətin, lakin maraqlı bir mərhələdir. Bu dövrdəki parçalanma sonrakı dövrlər üçün bir dərs, xalqın birləşmə ehtiyacının təməli oldu. Bu parçalanmış güc sonralar milli oyanışa yol açdı.